İlahi, ey mənim Mövlam, əgər övliyalardan və sənə müti olanlardan başqasını bağışlamasan, onda günahkarlar kimə pənah aparar? Sənə vəfadar olanlardan başqasına ehsan etməsən, pis əməl sahibləri kimdən yardım istəyər? İlahi, əgər məni cəhənnəmə atsan, bu düşmənlərinin sevincinə səbəb olacaq. Əgər məni cənnətə aparsan, bu Peyğəmbərinin sevincinə səbəb olacaq. Allaha and olsun, bilirəm ki, sənin üçün Peyğəmbərinin sevinci düşmənlərinin sevincindən daha sevimlidir. İlahi, qəlbimi sənə olan məhəbbətlə, sənə olan qorxuyla, səni təsdiqləmək və sənə olan imanla, səndən çəkinmək və sənə rəğbətli olmaqla doldurmağını diləyirəm.